Əməkdaşımız Qasım Xuluflu hazırda həmin tədbirdədir və ən son məlumatları o bizə çatdırmağa çalışacaq. Salam Qasım, buyurun, eşidirik sizi. Salam Elnarə, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda Xankəndi şəhərində Qarabağ Universitetindəyik. Qeyd edim ki, Qarabağ Universiteti ümumiyyətlə həm yerli, həm də beynəlxalq tədbirlərə çox sıx-sıx ev sahibliyi edir. Elə bu gün də bu forum iştirakçıları üçün öz qapılarını açıb. Qeyd edim ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhsil və dövlət özəl tərəfdaşlığının inkişafının təşviq etmək məqsədi ilə Qarabağ təhsil və tərəfdaşlıq forumu keçirilir. Forumun məqsədi Qarabağ üçün birgə addımlayaq konsept mesajı ötürür və burada Elm Təhsil Nazirliyi eyni zamanda İqtisadiyyat Nazirliyinin birgə tərəfdaşlığı və Qarabağ Dirçəliş Fondu, Təhsil İnkişafı Fondu və Qarabağ Universitetinin istəyi ilə bu tədbir təşkil olunub. Tədbirdə bir sıra dövlət qurumlarının rəsmiləri, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə olan qurumların rəsmiləri, Qarabağ Universitetinin professor müəllim heyəti olmaqla 200-dən artıq iştirakçı yer alıb. Burada bir sıra mühüm qərarlar qəbul olundu. Xüsusilə özəl sektorla tərəfdaşlığı özündə əks etdirən müqavilələrə imza atıldı. Tələbələr üçün isə xoş xəbər ondan ibarət oldu ki, bugün burada Qarabağ təqaüd proqramı təsis olundu. Bu proqramın təsis olunmasında məqsəd Qarabağ ərazisində insanların daha çox yaşamasını təşviq etmək, eyni zamanda Qarabağ Universitetində təhsil alan tələbələrin sosial durumunun yaxşılaşdırılması və akademik göstəricilərinin inkişafına dəstək olmaq məqsədi daşıyır. Qeyd edim ki, tədbirdə Elm və Təhsil Naziri Emin Əmrullayev də çıxış etdi. Tədbir ümumilikdə 2 müzakirə panelindən ibarətdir və hazırda panellər davam edir. Bizdən bu qədər, buyurun, söz sizdədir. Təşəkkürlər Qasım, ətraflı məlumata görə.